Star News Az. Bizimlə hər şeydən xəbərdar olacaqsınız. Muğanlı İsmayıllı Qəbələ avtomobil yolunun 0,8 kilometre hissəsində 24 aprel saat 07:00-dan 30 aprel saat 24:00-a dək təmir işləri aparılacaq. Star News Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı, Ağsu, Qaraməryəm, İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər.